Ben her sabah horoz sesi yerine bülbüllerin sesini duyuyorum. Onların sesini işitiyorum, bülbüllerin. Şura suresi. Rahman ve Rahim Allah'ın adıyla. Bismillahirrahmanirrahim. Hamim. Ayn sin qaf. Beləcə vəhiy eləyir sənə və vəhiy eləmiş səndən öncəkilərə güclü və müdrik olan Allah. Onundur göylərdə nə varsa, yerdə nə varsa. Ucadan ucadır, uludan ulu Allah. Kafirlərin küfrünün ucbatından az qala çatlaya bilərdi göylər. Həmd oxuyur Rəblərinə, məğfirət diləyir yer üzündə olanlara mələklər. Günahlardan keçəndir, rəhimdir Allah. Allah'tan ayrısını özlərinə dost arayıb seçənlərin işləklərinə göz qoymuş Allah. Sən onlara vəkil olan deyilsən. Biz sənə Qur'anı ərəbcə vəhiy elədik. Olacaqla qorxucasan şəhərlərin anası Məkkə əhlini və ətrafda olanları və bir yerə cəm olacaqları gün barədə şübhə yoxdur. Gələcək o gün, xəbər verəsən onlara. Cənnətə girər bəziləri, alovlanan od içinə bəziləri. Allah istəsəydi əgər vahid ümmət yaradardı hamını. Yalnız istədiyi kimsəni salar o rəhmətinin yazısına. Zalimlarınsa nə bir dostu olar, nə də bir yardımcısı. Deməli Allah'tan başqasını dost seçirlər özlərinə. Dost təkcə Allah olar. Ölüləri dirildər o. Hər şeyə qadirdir o. Mübahisə etdiyiniz hər şeyin barəsində hökmü yalnız Allah verər. Budur mənim Rəbbim Allah. Mən ona güvənirəm. Ona tuturam üzümü. Sizə öz canınızdan paylar, sizin üçün dişili, erkəkli heyvanlar var eləmiş göyləri, yeri yaradan. Beləcə sizi çoxaldır o. Misli yoxdur onun. Hər şeyi eşidəndir, hər işi biləndir o. Göylərin, yerin açarları ondadır. İstədiyi kimsəyə ruzini bol-bol verər. İstədiyi kimsəyə müəyyən miqdarda verər. Hər şeyi biləndir o. Nuh'a qanun bildiyini sizə də din olaraq buyurmuş Allah. Dininizdə bütöv olun, bölünməyin deyə vəhiy elədik sənə. Buyurduq İbrahimə, Musaya və İsa'ya. Müşrikləri dəvət elədiyin şey çox böyük görünmüş onlara. İstədiyi kimsəni özü üçün seçər Allah. Ona sarı üz tutanı doğru yola yönəldər o. Elm alandan sonra ayrı-ayrı dəstələrə təkcə ona görə bölündülər ki, zəhlələri gedirdi bir-birindən onların. Və əgər yazılı əcəl barədə Rəbbinin öncədən dediyi bir sözü olmasaydı, dərhal bitərdi çəkişmələri. Kitabın sonraki varisləri də
Peyğəmbərə şək gətirirlər və buna görə sənə əmr edilən sayaq birliyə çağır, möhkəm ol, sabit ol çağırışında. Tabe olma onların isteklerine. De ki, Allah'ın gönderdiği kitaba mən iman gətirmişəm. Mənə əmir olunub sizin aranızda ədalətle hakimlik edim. Bizim də Rəbbimiz, sizin də Rəbbiniz Allah'tır. Bizim öz işimiz var, sizin də öz işiniz. Elə bir ədavət yox aranızda. Hamımızı bir yerə cəm edər Allah. Onun da dərgahına axır dönəcək hamı. Müstəcəb oldu mu Peyğəmbərin duası, demək Allah barədə mübahisə edənlərin dəlilləri Rəblərinin dərgahında məqbul sayılmaz. Onun qəzəbinə düçar olarlar. Şiddətli bir əzab gözləyir onları. Kitabı haqq olaraq və ölçünü, mizanı ədalət olaraq göndərən Allah'tır. Nə bilirsən, bəlkə də qiyamət saatı lap yaxındadır. Qiyamətin qopmağına inanmayan kimsələr bunu tələsdirirlər. İnanan kəslərsə qorxudan əsirlər. Bunun haqq olduğunu bilirlər. Bilin, dərin bir çaşqınlıq içindədir qiyamət saatı barədə mübahisə eləyən kimsələr. Bəndələrinə qarşı lütufkardır Allah, ruzi verər istədiyi kimsəyə. Qüvvətlidir, güclüdür o. Axirət qazancını güdən kimsənin artırar qazancını. Dünya qazancını güdən kimsəyə də istədiyindən verərik. Ancaq axirətdən bir nəsibi olmaz bu cür kimsənin. Bəlkə onların şərikləri var və bu şəriklər də Allah'ın dində izin vermədiyi bir şeyi qanun bildirmiş onlara. Qiyamət barədə öncədən verilən vəd olmasaydı, bu dünyanın özündəcə verilərdi cəzaları. Şübhəsiz ağrılı bir əzab gözləyir zalimləri. Qazandığı günahlar çıxanda qavaqlarına, qorxudan titrəyən görərsən zalimləri. O kəslər ki, iman gətiriblər, salih işlər görüblər, cənnət bağlarındadır onlar. Rəblərinin dərgahında nə istəsələr, varlarıdır. Onun böyük lütfü budur. İman gətirən, salih işlər görən bəndələrinə müjdə verir bunu Allah.